Müstəhəb savab namazların arasında ən üstün namazlardan biri gecə namazıdır. Qur'an-ı Kərimdə Allah Teala gecə namazı ilə bağlı bir yox, iki yox, bir neçə ayə göndərmişdir. Və hətta Peyğəmbərinə bu namazı vacib etmişdir. Yeganə namazdır ki, Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə gündəlik 17 rükət namazdan əlavə gecə namazı bizim Peyğəmbərə vacib olmuşdur. Və Peyğəmbərimiz də bu namazı çox sevmişdir. Əhl-i beyt imamlarımız da Allahın salamı olsun onlara bu namazı qılıb, sevib və bizlərə tövsiyə etmişlər. Hədislərimizə əsasən dünya istərsənsə gecə namazı qıl. Axirət istərsənsə gecə namazı qıl. Gecə namazımızın bizim dünyamıza, üzümüzün xoş sifətli olmağına, ruzumuzun bol olmağına, bədənimizin sağlam olmağına və başqa işlərə təsiri vardır. O cümlədən də axirətdə gecə namazının öz savabı kifayət qədər qeyd olunmuşdur. Qur'an-ı Kərimdən bir ayə ilə onun savabı haqqında söhbətimizi yekunlaşdırıb namazın qılınma qaydasına keçəcəyik. Allah Teala Qur'an-ı Kərimdə İmam Sadiq əleyhissalamın buyurduğuna əsasən hər bir savab əməlin mükafatı haqqında danışıb bəyan etmişdir. Hansısa bir əmələ nə verəcəyini qeyd etmişdir. Yeganə imam buyurur ki, gecə namazıdır ki, Allah Teala o namaza nə verəcəyini, nə savab qazandığını qılanın qeyd etməmişdir. Səcdə surəsi 16-cı 17-ci ayələrə baxın. Allah Teala gecə yatağından qalxıb, gecə namazı qılıb onu yad eləyənləri təriflədikdən sonra onlara orada nə hazırlandığını, məxfi saxladığını qeyd etmişdir. Gərək gedib görəsən. Bax belə. Qaldırma qılınma qaydasına. Gecə namazının qılınma qaydası 11 rəkətdir. Bu 11 rəkətin 8 rəkəti gecə namazı qılıram niyyəti ilə qılınır. Və bu 8 rükət 4-2 rükət niyyəti ilə qılınır. 4-2 rükət qılmaqla 8 rükətini qılmış oluruq. Niyyəti də dedim, gecə namazı qılıram qurbətən ilallah. Sonra 2 rükət şəf niyyəti ilə qılınır. 10 rükət tamamlandıqdan sonra axırıncı vitr namazı vitr niyyəti ilə qılınır. 1 rəkətdir və vitr niyyəti ilə qılınacaqdır. Bu namazlarda həmdən sonra hansı surəni istəsəniz oxuya bilərsiniz. Vaxtınız olmasa surə oxumaya da bilərsiniz. Birbaşa həmdə oxuyub rukuya gedə bilərsiniz. Yaxşı olaraq axırıncı rükətdə vitr namazının qunutunda dua olunsun. Vitr namazının qunutunda 40 möminin adını çəkməklə 40 nəfərə dua olunmağı tövsiyə etmişlər. Sonra 70 dəfə Allahdan Əstəğfirullaha Rabbi və ətubi iləh demək tövsiyə olunmuşdur. Və sonra elə öz dilində də ərəbcə olmasa da belə Allahdan hacətlərini istəyə bilərsən. Gecə namazının qılınma vaxtı isə gecənin yarısından sonradır. Gecənin yarısı keçdikdən sonra bu namaz qılınır. Ən yaxşı vaxtı sübh azanına qədər qılıb qurtarmaqdır. Nə qədər sübh azanına yaxın olsa, o qədər fəzilətli olar. Birinin işi varsa, sabah, səhər, gecə namazını dura bilməyəcəyini bilirsə, o axşam çağda qılıb yata bilər. Gecənin yarısından qabaq da qıla bilər. O qədər təkid olunmuş namazdır ki, heç bir müstəhəbbi namazın qəzasını gecə namazından başqa deməyiblər. Yəni, müstəhəb namazı qıldın, qılmadın əlindən çıxdı. Yeganə gecə namazıdır ki, buyururlar ki, onun qəzasını qılmaqda çox tövsiyə olunur, çox yaxşıdır, savabdır. Və son, bu namazı yolda gedə-gedə, maşında əyləşən halda, uzanan halda nə bacarırsansa qıla bilərsən. Əgər səhər sağı durub 11 rəkatı qıla bilməsən, heç olmasa 3 rükəti, şəf və vitri qıl. Əgər şəfi də qıla bilməsən, heç olmasa vitr namazını qıl. Tək ki, gecə namazı əlindən çıxmasın.